Bura Azərbaycandır. Bakı vaxtı ilə saat 20-dir. Azərbaycan televiziyasının efirində ASTV xəbəri izləyirsiniz. Xəbərlərin 20 buraxılışını Vəfa Seyidova təqdim edir. Günün əsas başlıqlarını təqdim etmək üçün ASTV xəbər komandası olaraq yenidən qarşınızdayıq. Hər vaxtınız xeyir, əvvəlcə anonslar. Xəzər dənizinin Novxanı sahilində su iti cəsədləri aşkarlandı. Bəs cəsədlərin başı niyə kəsilib? Birazdan. Anonsunu verdiyimiz xəbərlə davam edək. Xəzər su itiləri bu ekosistemin özünə məxsus canlılarıdır. Təəssüf ki, son illərdə Xəzərin bu unikal canlılarının sayı azalmaqdadır. Təsadüfi deyil ki, dəniz sahilində su itilərlə bağlı ürək ağrıdan görüntülərə tez-tez rast gəlirik. Bu günlərdə növbəti belə görüntü yayılmışdı. Əməkdaşlarımız bu barədə araşdırma aparıblar, izləyək. Bu su itidir, Novxanda dəniz qırağındır. Hər demək olar ki, dostlar, 50 metrdən, 100 metrdən belə bir su itidir. Güllə izləridir, dostlar. Gördüyünüz kimi güllə deşikləridir. Başlarda kəsilib yoxdur. Aşkar olunan su itlərinin öldürülmə iddiaları ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb. Məsələ ilə bağlı aidiyyatı qurumlarla əlaqə saxladıq. Onlar bu iddiaları təkzib etdilər. Lakin qəribədir ki, az sonra əraziyə çəkiliş üçün yaxınlaşdıqda həmin cəsədlərin səssiz-sədasız sahildən yox olduğunu öyrəndik. Sahildə nə su iti cəsədləri, nə də onlardan bir iz qalmamışdı. Ayın 4-ü uşaqlarla düşmüşdü Novxanda dəniz qırağına, sahilə dedi, bir təmiz hava alaq. Gördük ki, o nüfunət qoxusu, yəni pis iyilər gəlir. Baxdıq sağa sola, getdikcə Novxandan Sumqayıda tərəf addımladıqca sahil qırağı su itləri idi, belənsi ölmüşdülər 30-40 dənə. Təxmini sayanda elənsi olar, tam dəqiq saymadığım üçün. Xəzər dənizinin sahillərində ölmüş su itilərə əvvəllərdə rast gəlinib. İqlim dəyişikliyi, ovçuluq, dəniz çirklənməsi, balıqçıların torlarına düşmə, bu kimi amillər su itilərin təbiətdə gündən-günə azalmasına səbəb olur. Bunların görüntüsü və ekspertiza onu göstərir ki, üzərində olan mexaniki, deməli, deşici, kəsici hardasa izləri onu göstərir ki, burada çox güman ki, deməli, güllə yeri deyil bu. Yəni ki, güllə yeri olanda onlar çox nazik olur və dar olur. Burada isə çox geniş deməli, görüntülər biz görürük və bu hissələr basırıq belə vəziyyətdə olur. Çox güman ki, bu mexaniki təsir hardasa bu cəsədlərin daşlara çırpılması olmuşdur. Xəzər su itiləri təbiətin bir parçasıdır və nəsli tükənməkdə olan növlərdən biridir. Bu, sadəcə bir heyvan növünün yox olması deyil. Ümumiyyətlə, Xəzər dənizində Xəzər su itisinin populyasiyası azalır və bu getdikcə əlbəttə ki, biz başa düşürük ki, bu növün saxlanması üçün o ki, qırmızı kitaba düşüb, beynəlxalq qırmızı kitaba və Xəzər ölkələrinin qırmızı kitabına düşüb. Əlbəttə ki, burada biz qorunma nöqteyi nəzərdən burada müəyyən bir tədbirlər görməliyik. O cümlədən də əlbəttə ki, balıqçılar arasında biz belə bir iş aparmalıyıq. Biz ekosistemin bir hissəsiyik və onu məhv etmək əslində öz gələcəyimizi təhlükəyə atmaq deməkdir. Bu baxımdan maarifləndirmə, qanunların sərtləşdirilməsi və dənizin mühafizəsi üçün konkret addımların atılması mütləqdir. Şamilə Şamil qızı, Zahir Dadaşov, ASTV xəbər.